Salam əziz izləyicilər, bugünkü mövzumuz olacaq Azərbaycan Səlcuq İmperiyasının tərkibində Şirvanşahların 11-12-ci əsrlər tarixi və Azərbaycan Atabəylər və yaxud da Eldənizlər dövləti. İlk öncə Azərbaycan Səlcuq İmperiyasının tərkibində mövzusundan başlayaq. Biz bilirik ki, Azərbaycana türk tayfalarının 3 axını baş verib. Bunlardan birincisi eradan əvvəl 7-ci əsrdə Kimmer, İskit və Sak tayfalarının Azərbaycana yürüşü idi, hansı ki onlar gəlib Mana dövlətinin arasında məskunlaşmışdılar. Daha sonra özlərinə dövlət yaratmışlar Kür və Araz çayları arasındakı ərazilərdə. Daha sonra bizim eranın 3-7-ci əsrlərində Xəzər, Barsil, Sabir, türkləri, Hun tayfalarının yürüşləri baş vermişdi. Növbəti sonuncu türk axını isə olub 11-ci əsrdə Oğuz Səlcuq türklərinin axını. Oğuz Səlcuq türklərinin gəlməsi ilə artıq, yəni onlar həm də türk xalqı olduqlarına görə Azərbaycanda onların, yəni Cənubi Qafqazda onların qaynayıb qarışması daha tez baş verir və bunun nəticəsində də Azərbaycan və Səlcuq türkləri birlikdə Cənubi Qafqazda əsas etnik siyasi amilə çevrilirlər və bununla da Bizans, Erməni, Gürcü feodallarının buradakı hökmranlığına, yəni onların buradakı iddialarının qarşısı alınmış olur və onların bütün arzuları, istəkləri puça çıxmış olur. Yəni Azərbaycanın Cənubi Qafqazı işğal etmək niyyətləri belə. Və bu olur ümumiyyətlə Azərbaycana Səlcuq axınlarının əsas nəticəsi. Amma bu nəticəyə qədərki prosesdən danışaq ki, Səlcuqlar necə oldu Azərbaycana gəldi? Ümumiyyətlə Səlcuq dövləti harda yarandı, necə oldu ki, yarandı? Səlcuq dövləti haqqında ümumi tarixdəki hissəsinə aid olaraq, yəni ümumilikdə Səlcuq dövlətinə aid izahımız var YouTube kanalında. Ona da baxa bilərsiniz eyni zamanda paralel şəkildə. Amma yəni bu mövzuda sırf Azərbaycan tarixinə aid olan hissələrindən danışacağıq. Deməli, eradan əvvəl bizim eranın 11-ci əsrin əvvəllərində, yəni 1015-ci ildə Səlcuq tayfalarının başçılarından biri olan Çağrı bəyin başçılığı ilə deməli Səlcuqlar Bizans ərazisinə, yəni Anadoluya, Bizans ərazisinə kəşfiyyat yürüşü edirlər. Və həmin o kəşfiyyat yürüşünün nəticəsində Azərbaycanda Naxçıvan və onun ətrafındakı ərazilər Bizans, Erməni, Gürcü feodallarından təhlükəsizliyi təmin olunur həmin ərazilərin. Deməli, Naxçıvan və onun ətraf əraziləri. Ümumiyyətlə, Səlcuqlar Oğuzların qınıq boyundan idilər. 1038-ci ildə özlərinə dövlət yaratmışdılar. Bu dövləti yaratmışdı 1-ci Toğrul. 1-ci dövlətin paytaxtı Nişapur şəhəri idi. Yəni, bunu ümumi tarixdən də bilirik. Sonra köçüldü paytaxt Rey şəhərinə. Sonra isə İsfahana köçürülməsi Məlikşahın dövrüdür. Amma bu digər ikisi aiddir Toğrula. Belə. İndi 1-ci Toğrulun dövründə nələr baş vermişdi? Bunlardan danışaq. 1015 kəşfiyyat yürüşünü dedik. Sonra 1038-də dövlətin yaranması haqqında da qeyd elədik. 1-ci Toğrulun dövründə əsas məsələlər nədir? Yəni biz dedik ki, Azərbaycanla bağlı məsələ, Cənubi Qafqazla bağlı onların əsas planlarından danışacağıq. Ümumiyyətlə 1040-cı ildə Dəndənəkan döyüşündə bu 1-ci Toğrul məğlub etmişdi Səlcuqları, daha doğrusu Qəznəviləri. Ondan öncə deməli Qəznəvilər ərazisində ümumiyyətlə bunların, yəni Oğuz Səlcuq türklərinin Xorasanda məskunlaşmasına Sultan Mahmud Qəznəvi icazə verir bir müddət. Amma sonradan onların orada hakimiyyətini möhkəmləndirib, daha sonra Xorasanda üsyan qaldırması nəticəsində Sultan Mahmud Qəznəvi onların üsyanını yatırır və onları Xorasandan qovur. Və Xorasandan qovulan həmin o Oğuz türklərini Rəvvadi hökmdarı Vəhsudan 1028-ci ildə Rəvvadilərin arasında gəlib məskunlaşmasına icazə verir və hətta onlara geniş torpaq sahələri də bağışlayır. Bundan sonra 1038-ci ildə Səlcuqlar artıq Qəznəvilərlə
düşmən münasibətində olublar və çünki zaten Səlcuq dövlətinin özü Qəznəvi ərazisində yaranmışdı, Xorasan ərazisində yaradılmışdı. Və bu dövlət yaranandan sonra da Qəznəvilərlə onlar arasında mübarizələr davam edir. Amma 1040-cı ildə Dənəkan döyüşündə həmin bu 1-ci Toğrul Qəznəviləri məğlub edir və ondan sonra 1040-cı ildə Mər qurultayı çağırılır. Burada Toğrul özünə sultan titulunu qəbul edir və dövlətin ərazisini şərqə və qərbə doğru genişləndirməyi burada nəzərdə tuturlar. Hansı ki 1-ci Toğrul burada fikirləşir ki, yəni biz güclü dövlətlərin ərazisinə yox, o dövrdə parçalanmış vəziyyətdə olan dövlətlərin ərazisinə yürüş eləyək. Bunlardan biri, məsələn, Bizansdır, Cənubi Qafqazdır, İrandır. Bu ərazilərə yürüş təşkil eləyək. Və belə olan halda da 1-ci Toğrul nə edir? 1048-ci ildə Bizans, Erməni və Gürcü feodalları ilə mübarizə aparır. Biz keçən dərsimizdə Şəddadilər dövlətini keçəndə orada 2-ci Ləşkərinin dövrünü qeyd eləmişdik ki, 1048-ci ildə 2-ci Ləşkərinin dövründə Şəddadilərlə Səlcuqlar arasında bir ittifaq var. Yəni bu 1048-ci ildə Bizans Erməni Gürcü feodallarının məğlub edilməsində Səlcuqlara kömək edib Azərbaycanda Şəddadilər dövləti və bu zamanda hakimiyyətdə kim idi? 2-ci Ləşkəri, hansı ki Qətran Təbrizi onu adlandırmışdı, Arran Şah. Daha sonra 1054-cü ildə Azərbaycan ərazisində yerləşən 2 dövlət, bir dənə də əmirlik. Elə Şəddadi, Rəvvadi və Tiflis Müsəlman Əmirliyi. Bunlar üçü də Səlcuqlardan asılılığı qəbul edirlər. Bu zaman Şəddadilərdə hökmdar Əbuləsfər Şavurdu müqavilə bağlayır Səlcuqlarla və asılılığı qəbul edir. Rəvvadilərdə hökmdar Vəhsudandır. Vəhsudan 1042-ci ildə Təbrizdə zəlzələ baş verən zaman zaten Təbrizdən qaçmışdı. Sonra da o dövlətin zəifləməsindən istifadə edən Səlcuqlar yürüş eləmişdilər və 1054-cü ildə onların hakimiyyətini könüllü şəkildə, müqavimətsiz şəkildə qəbul edir Vəhsudan. Və 1054-də eləcə də Tiflis Müsəlman Əmirliyi də tabe edilir Səlcuqlar dövlətinə. Ta ki Didqori döyüşünə qədər Tiflis Müsəlman Əmirliyi qalacaq Səlcuqların tərkibində. Bunlardan indi o Didqori döyüşünə falan birazdan danışacağıq. Belə. Və bu zaman Azərbaycanda asılı halda olmayan yeganə bir dövlət qalıb. O da Şirvanşahlar dövlətidir. Amma Şirvanşahlar dövlətini 1-ci Toğrul tabe etmir. Ondan sonraki hökmdar, yəni Alparslan tabe edir. Alparslanın dövründə Azərbaycanda əsas 2 məsələ var. Yəni Azərbaycan tarixinə aid olan əsas məsələlər bunlardır ki, deməli 1. 1065-də Rəvvadi dövlətinin süquta uğradılmasıdır. Rəvvadilər 1065-də Alparslanın qoşunları tərəfindən süquta uğradılır və ondan sonra Təbrizdə Rəvvadilərin son bir sülaləsi olan Ağsunqurilər qalır. Onlar da ta ki Xarəzmşah Cəlaləddinin yürüşünə qədər mövcud olacaqlar. Belə 1066-cı ildə isə Şirvanşahlar dövlətini özündən asılı vəziyyətə salır. Deməli, Şəddadi ilə Rəvvadi 1054-də asılı vəziyyətdədir. 1065-də Rəvvadi süqut elədi. 1066-da Şirvanşah asılı vəziyyətə düşdü. Yəni Şirvanşahlar dövləti Səlcuqlar tərəfindən süquta uğramayıb və yaxud da daxili müstəqilliyinə son qoyulmayıb. Sadəcə olaraq asılı vəziyyətə düşmüş, xarici müstəqilliyinə son qoyulub dövlətin. Amma Rəvvadi ilə Şəddadi bəli Səlcuqlar tərəfindən süquta uğradılıb. Bir də Alparslanın dövründə əlavə olaraq 1071-ci ildə Malazgirt döyüşü var, hansı ki Bizansı burada məğlub eləmişdi. Burada da yenə türk tayfaları, yəni Alparslanın qoşununun tərkibində iştirak edirlər. Belə, sonra Alparslandan sonra Səlcuq dövlətinin əsas çiçəklənmə dövrü 1-ci Məlikşahın dövrüdür. 1-ci Məlikşahın vəziri Nizamülmülk, siyasətnamə əsərinin müəllifi olan Nizamülmülk 1-ci Məlikşahı Cahan hökmdarı adlandırmışdı. Bəzən ola bilər ki, testlərdə qarşınıza çıxa bilər. Cahan hökmdarı kimdir? Məlikşah, 1-ci Məlikşah. 1-ci Məlikşah öz yaxın adamlarına iqta torpaqları paylamışdı. Ümumi tarixdən də bunu bilirik ki, ticarət sahəsində, yəni iqtisadi sahədə, hərbi sahədə islahat keçirmişdi.
tacirləri bəzi rüsumlardan azad etmişdi. Dövlətin sərhədlərini qoruyan sərkərdələrə uc torpaqları bağışlamışdı. Və əlavə olaraq da dediyim kimi yaxın adamlarına iqta torpaqlarının paylanması məsələsi də var. Sonra 1-ci Məlikşahın dövründə Azərbaycan tarixi ilə bağlı olan məsələ 1088-ci ildə Şəddadilərin süquta uğradılmasıdır. Şəddadilər süquta uğradı. Deməli, 1054-də bir də keçək üzərindən Şəddadi, Rəvvadi və Tiflis Müsəlman Əməviliyi asılı vəziyyətə salındı. Yəni, müstəqilliklərinə son qoyulmayıb hələ. 1065-də Rəvvadi süquta uğradıldı. 1088-də Şəddadi süquta uğradıldı. 1066-da Şirvanşahlar asılı vəziyyətə salındı. Tiflis Müsəlman Əmirlikdəki 1054-dən asılı vəziyyətdədir. Yəni, nə Tiflis Müsəlman Əmirliyinin, nə də ki, Şirvanşahların daxili müstəqilliyinə son qoyulmuyor o dövrdə. Belə. Sonra, Səlcuqlarda torpaq mülkiyyət formaları vergilərdən danışaq. Vergilər olaraq üşür, onda bir vergisi var. Yəni, eynilə xərac kimi torpaqdan istifadəyə görə məhsul vergisi idi, üşür. Sonra cizyə var, yenə də can vergisi olaraq istifadə olunur. Əsas torpaq mülkiyyət formaları uc və iqtadır. İqta bilirik, yəni hərbi xidmət müqabilində şərti şəkildə verilən torpaqdır. Uc da eyni ilə hərbi xidmətə görə verilən torpaqdır. Sadəcə fərqi budur ki, uc sərhədləri qoruyan sərkərdələrə verilirdi. Dövlətin sərhədlərini qoruyanlara verilirdi. Bir də bu dövrdə yeni vergi növləri var idi. Üşürü dedik. Üşürdən başqa yeni vergi növləri var. Alav, sonra şərab bahası, silah bahası, nal bahası. Deməli, şərab bahası, silah bahası, nal bahası. Bu vergilərin hamısı ordunun saxlanması üçün yığılırdı əhalidən. Alaf vergisi də qarovulda duran dəstəni təmin etmək üçün yığılırdı. Bəzən bunu yazırlar ki, qarovulda duran dəstədən alınırdı. Yanlışdır bu. Qarovulda duran dəstəni təmin etmək üçün əhalidən alınırdı alaf vergisi. Bu belə Azərbaycanda Səlcuqların hakimiyyəti dövrü. İndi keçək həmin dövrdə Şirvanşahlarda vəziyyət necə idi? Buna baxaq. Deməli, Şirvanşahlarda vəziyyət necə idi bu dövrdə? Şirvanşahlar dövlətində biz bilirik ki, 861-ci ildə dövlət yarananda dövlətin başında duran sülalə Məziyyədlər sülaləsidir. Məziyyədlər ta ki hakimiyyətdə olacaq 1027-ci ilə qədər. 1027-ci ildə Şirvanşahlar dövlətində hakimiyyətə gələcək Kəsranilər sülaləsi ta ki 1382-yə qədər. Bəs Kəsranilərin dövründə nə baş verəcək? Kəsranilər sülaləsinin birinci nümayəndəsi birinci Mənüçöhrüdür. Birinci Mənüçöhrün dövründə Azərbaycan arasında Slavyanların yürüşləri baş verir. Deməli, 1030-cu ildə bir dəfə yürüşləri olub. Sonra 1032-33-də də növbəti yürüşləri olub. Bu yürüşlərdə nələr baş vermişdir? 1030-cu ildə Slavyanların yürüşü zamanı biz bunu keçən dəfə Şəddadilər dövlətində də qeyd eləmişdik ki, Şəddadilərdə o zaman hakimiyyətdə Musa ibn Fəzl idi. Slavyanlar əslində Şirvanşahlar dövlətinin ərazisinə yürüş etmişdilər və hətta burada Kür və Araz çaylarının qovuşduğu yerdə, Bakı ərazisində baş verən döyüşlərdə bu Şirvanşah qoşunları məğlub olmuşdu. Lakin sonradan Araz çayına qədər irəliləyəndən sonra orada Araz çayının qarşısında bəndlər qoydurur Mənüçöhr və bunun nəticəsində onların yürüşünün qarşısı alınır. Deməli, Araz çayı sahilində bəndlər qoydurur. Bununla da yürüşün qarşısı alınır. Və burada artıq bir nəticə əldə edə bilmirlər. Digər tərəfdən Musa ibn Fəzl Beyləqanda ona qarşı qiyam qaldıran qardaşını məğlub etmək üçün Slavyanları buradan köməyə çağırır. Və buradan Şirvanşahlar dövlətinin ərazisindən gedirlər Şəddadilərə. Orada üsyanı, qiyamı yatırırlar və Musa ibn Fəzl tərəfindən hədiyyələr falan verilir bunlara. Ondan sonra qayıdırlar öz ölkələrinə. Və sonradan 1032-1033-cü illərdə təzədən gəlirlər. 1032-də Alan və Sərir tayfaları ilə bir yerdə gəliblər Slavyanlar. Gəlib burada Şamaxı şəhərini qarət edirlər. Şamaxını qarət eləyəndən sonra Şamaxını qarət eləyəndən sonra Dərbənd hakimi tərəfindən məğlub edilirlər
və Dərbənd hakimi bunları məğlub elədiyinə görə 1033-də qisas məqsədi ilə təzədən gəlirlər Azərbaycan ərazisinə və 1033-də yenə də Dərbənd hakimi tərəfindən məğlub edilib geri qayıdırlar. Belə. Bu oldu 1-ci Mənüçöhrün dövrü. 1-ci Mənüçöhrdən sonra gəldi hakimiyyətə 1-ci Fəribürs. 1-ci Fəribürsün dövründə iki əsas məsələ var. Birincisi, bayaq Səlcuqların dövründə qeyd elədiyimiz, hansı ki 1066-da Alp Arslandan asılı vəziyyətə düşməsi. Səlcuqdan asılı vəziyyətə düşməsi və bundan sonra, yəni artıq Şirvanşahların daxili müstəqilliyi düzdür əllərində idi, amma xarici müstəqilliklərinə son qoyulduğuna görə, yəni Səlcuqlardan bir müddət asılı vəziyyətdə olduqlarına görə burada artıq şah titulundan məhrum edilir və məlik titulu daşımağa başlayır Şirvanşah hökmdarları. Deməli, şah titulundan məhrum edilirlər və əvəzində məlik titulu daşımağa başlayırlar. Bir də bunun dövründə əsas məsələ 1075-ci ildə Slavyanların Azərbaycan ərazisinin sonuncu yürüşüdür ki, 1075-ci ildə Slavyanlar yenə də Azərbaycan ərazisinə növbəti dəfə yürüş eləmişdilər. Ay, üzr istəyirəm, 1075-ci ildə deyirəm, burada nəsə çatmır. Yox, 1175-də yürüş ediblər Slavyanlar Azərbaycan ərazisinə. Nəysə, bunu qoyduq bir kənara. Sonra, 1-ci Fəribürsdən sonra gəldi bizdə hakimiyyətə 1-ci, deməli, Afridun. Afridunun dövründə nələr olmuşdu? Ümumiyyətlə, 1-ci Məlikşahın hakimiyyətindən sonra, 1-ci Məlikşah vəfat edəndən sonra dövlət zəifləməyə başlayır və bu zamanda Səlcuqların, Səlibçilərin yürüşləri baş verir və Səlib yürüşləri nəticəsində də Səlcuqlar xeyli zəifləyir və onların zəifləməsindən istifadə edən 4-cü David onlara zərbə endirməyə çalışır. Kimlərin vasitəsilə? Bizans, Erməni və Gürcü feodalları, sonra Qıpçaq hökmdarı Atrak və əlavə olaraq da deməli, Qıpçaq hökmdarı Atrak, bir də Səlibçilər, Avropa Səlibçiləri. Və bunlarla ittifaqa girir və başlayır Səlcuqlara qarşı mübarizəyə. Bu zamanda axı Şirvanşahlar dövləti axı asılı idi Səlcuqlardan. Ona görə də Şirvanşahları özü tabe eləmək istəyir 4-cü David və onların Səlcuqlardan asıllığına son qoymaq istəyirlər. Və 1-ci Afriduna belə bir tələb qoyur qarşısında ki, Səlcuqlardan asılılıqdan çıxsın, yəni onlara göndərilən xəracı dayandırsın. Amma Afridun xəracı dayandırmır və dayandırmadığı təqdirdə 1120-ci ildə həmin bu 4-cü David yürüş eləyir Azərbaycan ərazisinə və Qəbələ şəhərini Qəbələni qarət edib dağılır. Sonra qayıdır öz ölkəsinə, Qəbələni qarət elədir, qayıtdı öz ölkəsinə. Sonra daha sonra 1-ci Afridundan sonra hakimiyyətə gəlir 3-cü Mənüçöhr. 3-cü Mənüçöhrün dövründə bunu silin yazın. 3-cü Mənüçöhrdən Axıstanın dövrü biraz genişdir və elə bu dövrdə də yəni ən əsas onların dövrüdür ki, bizə yəni əsas suallar ən çox onların dövründən düşür. Deməli, 3-cü Mənüçöhr və 1-ci Axistan. 3-cü Mənüçöhr olub hakimiyyətdə 1120-dən 1160-a qədər. Axistan da olub 1160-dan 1196-ya qədər. Şimdi baxaq görək bunların dövründə nələr baş verir. 3-cü Mənüçöhrün dövründə Afridunun eləyə bilmədiyini 3-cü Mənüçöhr etdi və Səlcuqlardan asılılığa son qoydu. İraq Səlcuq Sultanlığının zəifləməsindən istifadə edərək Səlcuqlara verilən xəracı dayandırdı. Xəracı dayandırdığına görə Gürcülər də bu fürsət, yəni Şirvanşahlarla əlaqə yaratmağa başladılar, yəni bundan istifadə elədilər. Və belə olan halda da, yəni artıq 4-cü David 1121-ci ildə bayaq dediyimiz həmin Tiflis Müsəlman Əmirliyini gedib Səlcuqların asıllığından
çıxarır. Həmin o bayaqki müttəfiqləri ilə bir yerdə Bizanslar, Qıpçaqlar, bir də Avropa sahibçiləri, yəni burada onun əsas dəstəkçiləri idilər, müttəfiqləri idilər. 1121-ci ildə onların köməyi ilə Tiflis müsəlman əmirliyini Səlcuqlardan, Səlcuq asıllığından çıxarır və 1122-ci ildə həmin bu Tiflis müsəlman əmirliyi ləğv olunaraq qatılır gürcülərin tərkibinə və gürcülərin paytaxtına çevrilir Tiflis şəhəri. Sonra həmin bu hadisələrin də gedişində 1123-cü ildə Səlcuq Sultan Sultan Mahmud yürüş edir Şirvanşahlar dövlətinin ərazisinə, amma burada məğlub olub geri qayıdır. Məğlub olub geri qayıdandan sonra bundan istifadə edən 4-cü David 1124-cü ildə özü yürüş edir Şirvanşahlar dövlətinin ərazisinə, baxmayaraq ki, 3-cü Mənüçöhrlə müttəfiq idi 4-cü David, hətta öz qızı Tamarı da vermişdi 3-cü Mənüçöhrə, yəni Mənüçöhrə qızı Tamarla evlənmişdi. 1124-cü ildə 4-cü David yürüş elədi Şirvanşahlar dövlətinin ərazisinə. Şamaxı, Şabran şəhərləri, bir də Buğurt qalasını ələ keçirmişdi. Yəni Şirvanşahlar dövləti bir müddət gürcülərdən artıq asılı vəziyyətə düşmüşdü. Amma bu çox çəkmədi. 1125-də 4-cü David ölür. 4-cü David öləndən sonra onun yerinə gəlir 1-ci Demetri. Onun oğlu 1-ci Demetri. 1-ci Demetri hakimiyyətə gələndən sonra Şirvanşahlar dövlətinə olan iddialarından əl çəkir və burada yerləşən qoşunlarını da geri çəkir. Yəni çünki 4-cü David 1124-də gələndə hətta öz qarnizonlarını da yerləşdirmişdi burada. Həmin qoşunları 1-ci Demetri geri çəkir. Sonra 1160-cı ildə bir 3-cü Mənüçöhr ölür. 3-cü Mənüçöhrün ölməsindən əvvəl, yəni gürcülər də artıq Şirvanşahların ərazisindən qoşunlarını çəkəndən sonra bu dövrdə artıq Şirvanşahların hakimiyyətinə mane olan hər hansı bir qüvvə olmadığına görə, yəni 3-cü Mənüçöhrün hakimiyyətinin sonlarında Şirvanşahlar dövləti Cənubi Qafqazda ən qüdrətli dövlət hesab olunurdu. Amma 1160-cı ildə 3-cü Mənüçöhr ölür. Və 3-cü Mənüçöhr öləndən sonra onun həyat yoldaşı Tamar Qıpçaqların köməyi ilə Şirvanşahları birləşdirmək istəyir Şərqi Gürcüstana. Amma bunun bir nəticəsi olmadı. Necə nəticəsi olmadı? Həmin dövrdə Atabəylərdə də hakimiyyətdə, Atabəylər dövlətində hakimiyyətdə olan Şəmsəddin Eldəniz buna imkan vermədi. Yəni Şirvanşahların Səlcuqlara birləşməsinə imkan vermədi və 1160-cı ildə hakimiyyətə gətirdi 1-ci Axıstanı. Və hakimiyyətə gətirdiyinə görə də təbii ki 1-ci Axıstan kimlərdən asılı vəziyyətə düşdü? Eldənizlərdən. Eldənizlərdən oldu asılı vəziyyətdə. Daha sonra Eldənizlərdən asılı vəziyyətdə oldu gürcülərlə. Yəni bunun dövrü, Axıstanın dövrü mübarizə şəraitində keçməyib. Yəni 1-ci Axıstanın dövründə onun ətrafında olan demək olar ki, bütün dövlətlərlə o dövrdə normal münasibətlər saxlanılıb. Yəni gürcülər olsun, Eldənizlər olsun, Xarəzmşahlar olsun. Onlarla deməli normal münasibətlər saxlanılıb. Və hətta 1173-cü ildə 3-cü Georgiyə, Gürcü hökmdarı 3-cü Georgiyə orada baş verən qiyamı yatırmaqda kömək edib 1-ci Axistan. O da əvəzində 1175-də Azərbaycan ərazisinə yürüş edən Slavyanların yürüşünü dayandırmağa, Slavyanları ölkədən qovmasına kömək edir və bu olur Slavyanların ölkə ərazisinə sonuncu yürüşü. Yəni bundan sonra artıq Slavyan yürüşü görürük biz. 1175-də sonlandı. Başlamışdı, amma 9-cu əsrin sonlarından etibarən Slavyan yürüşləri 10-cu əsrin əvvəlindən davamlı xarakter almağa başlamışdı. 1175-də isə artıq Slavyan yürüşlərinə son qoyulur. Sonra 1-ci Axistan bəs dövlətin daxilində dinləmişdi Dərbənd səddini. Dərbənd keçidini təmir etdirmişdi. Dərbənd keçidinin təmir olunması, Dərbənd səddinin təmir olunması Məzyədlər sülaləsinin dövründə də var. 10-cu əsrin 80-ci illərində, yəni 988-də Dərbənd dövlətə birləşdirilərkən orada da baş vermişdi Dərbənd keçidinin təmir etdirilməsi. Belə, bunu qeyd eləmişkən, bayaq
Birinci Fəribürsin dövründə bir məsələ qalmışdı. 1075 nə idi? 1075-i yazdım, sonra bundan yola gəldim. 1075-ci ildə orada baş verən hadisə Dərbənd Əmirliyinin tamamilə Şirvanşahlara birləşdirilməsidir. Yəni Dərbənd 988-də düzdür. Şirvanşahlardan asılı vəzifə salınmışdı, amma tam olaraq Şirvanşahlara birləşdirilməsi 1075-ci ildədir, birinci Fəribürsin dövründə. Dərbənd keçidini təmir elətdirdi. Belə. Bir də 1192-ci ildə Şamaxıda zəlzələ baş vermişdi və Şamaxıdakı zəlzələ nəticəsində paytaxt Şamaxıdan köçürülüb Bakıya. Və 1-ci Axsistanın dövründə 1160-da bu Eldənizlər tərəfindən düzdür hakimiyyətə gətirildi. Amma 1175-də Şəmsəddin Eldəniz vəfat edir. Şəmsəddin Eldəniz vəfat edəndən sonra Axsistan Atabəylərin hakimiyyətindən çıxır. Amma Axsistanın hakimiyyətinin sonlarına yaxın 1-ci Qızıl Arslan, Atabəylər dövlətində hakimiyyətdə olan Qızıl Arslan 1-ci Axsistanı yenidən özünə tabe edir. Şamaxını tutaraq yenidən özünə tabe edir. Belə. Bu oldu Şirvanşahların 11-12-ci əsrlər tarixi. İndi gələk Atabəylər dövlətindən danışaq. Birinci burada Atabəylərin hökmdarlarını bir qeyd edeyim. Deməli, Şəmsəddin Eldəniz hakimiyyətdə olmuşdu 1136-dan 1175-ə qədər. Ondan sonra gəldi hakimiyyətə Məhəmməd Cahan Pəhləvan. Məhəmməd Cahan Pəhləvan hakimiyyətdə olub 1175-dən 1186-ya qədər. Sonra Qızıl Arslan. Qızıl Arslan olub hakimiyyətdə 1186-dan 1191-ə qədər. Daha sonra Əbu Bəkir 1191-dən 1210-a qədər. Sonuncudakı Özbəkdir. Özbək də olub hakimiyyətdə 1210-dan 1225-ə qədər. Və ümumiyyətlə Atabəylər dövlətinin özü mövcud olub 1136-dan 1225-ə qədər. Belə, baxaq görək Şəmsəddin Eldənizin dövründə nələr olub. Şəmsəddin Eldəniz deməli 1136-da dövlət yaratmamışdan əvvəl necə oldu ki, yəni burada dövlət yaratdı. Əslində Azərbaycan ərazisi, Arran ərazisi Şəmsəddin Eldənizə o dövrdə iqta olaraq verilmişdi. İqtanı da ona kim vermişdi? Sultan Məsud, İraq Səlcuq Sultanı Sultan Məsud. Məsuddan əvvəl Şəmsəddin Eldəniz 2-ci Toğrulun dövründə İkinci Toğrulun oğlu Arslan Şahın Atabəyi idi, yəni tərbiyəçisi. O dövrdə Səlcuq sultanları öz yəni övladlarına tərbiyəçilər təyin edirdilər, hakimlər təyin edirdilər və həmin o tərbiyəçilər də adlandırdılar Atabəylər. Yəni Şəmsəddin Eldəniz 2-ci Toğrulun oğlu Arslan Şahın Atabəyi idi, tərbiyəçisi idi. Və sonradan Məsudun dövründə, Sultan Məsudun dövründə Aran ərazisi iqta olaraq verilir Şəmsəddin Eldənizə və Şəmsəddin Eldəniz 1136-cı ildə həmin ərazidə Eldənizlər və yaxud da Atabəylər dövlətinin əsasını qoyur. Paytaxt olur Naxçıvan şəhəri. Sonra Eldənizin biz əsas danışaq. Deməli, Şəmsəddin Eldəniz Şirvanşahlar dövlətinin ərazisini özünə tabe etmişdi. Bayaq dediyimiz məsələ Axsistanın dövründə tabe etmişdi və Şirvanşahların da tabe olması ilə, çünki o dövrdə Azərbaycanın şimalında əsas dövlət bir dənə Şirvanşahlar dövləti idi. Şirvanşahların tabe edilməsindən sonra demək olar ki, Azərbaycan ərazisi vahid şəkildə birləşdirilir. Yəni ilk dəfə bunu edən Sacilər idi, sonra Salarilər. Sonra isə Atabəylər dövləti Azərbaycanı vahid şəkildə birləşdirirlər. Sonraki dövrlərdə də Şirvanşahlar İbrahim Dərbəndinin dövründə 2 aylıq müddətində birləşdirəcəklər. Bir də ən sonunda Səfəvilər birləşdirirlər. Belə. Və hətta bu dövrdə dövlətin ərazisi Dərbənd də daxil olmaqla Qafqaz dağlarından İran körfəzinə qədər uzanırdı.
Şəmsəddin Eldənizin gürcülərlə münasibətlərindən danışaq. Deməli, 1139-cu ildə Gəncədə bir dənə zəlzələ baş verir. Həmin o Gəncədəki zəlzələ nəticəsində bundan istifadə edən gürcü hökmdarı 1-ci Demetri yürüş edir Atabəylər dövlətinin ərazisinə və Gəncənin hansı ki 1063-cü ildə Əbüləsvar Şahının əmri ilə İbrahim Osmanoğlu tərəfindən inşa edilmiş qala qapıları var idi. Həmin o qala qapılarını götürüb özü ilə aparır Gürcüstana. Və o qala qapılarının bir tayı hal-hazırda da Kutaisi şəhərində Gəlat monastırında saxlanılır. 1139-da 1-ci Demetri demək Gəncənin qala qapılarını götürdü, apardı özü ilə. Sonra 1161-ci ildə, yəni 12-ci əsrin 60-cı illərin əvvəlləri 1161-ci ildə 3-cü Georgi, 1-ci Demetridən sonra hakimiyyətə gələn şəxs, hansı ki, bayaq biz bunu Şirvanşahlarda da gördük. 1-ci Axıstanla o dostluq münasibəti olan Gürcü hökmdarı 3-cü Georgi neynədi? 1161-ci ildə Ani və Dəbil şəhərlərini işğal etdi. Ani və Dəbil şəhərlərini işğal etdi. Daha sonra 1163-64-cü illərdə Şəmsəddin Eldəniz yenə də gürcülər yürüş eləmişdilər Azərbaycan ərazisinə, amma Şəmsəddin Eldəniz Naxçıvan ətrafında onları məğlub eləyir və Ani şəhərini geri qaytarır. Ani şəhəri geri qayıdır. Sonra 1175-ci ildə, hələ bu zaman, yəni Şəmsəddin Eldəniz özü idi hakimiyyətdə, amma oğlu Məhəmməd Cahan Pəhləvanı 1175-ci ildə göndərir gürcülər üzərinə. Ondan sonra, daha doğrusu Dəbil şəhəri burada azad olmuşdu. Ondan sonra Ani şəhərinin, eləcə də Dəbil şəhərinin Ümumiyyətlə Atabəylərin təhlükəsizliyi burada təmin edilmiş olur. Yəni artıq gürcülər həmin Ani və Dəbil şəhərlərinin olan iddialarından əl çəkmiş olurlar. Belə. Bundan sonra gəlir hakimiyyətə 1175-ci ildə Məhəmməd Cahan Pəhləvan. Məhəmməd Cahan Pəhləvan Atabəylərin nominal hakimiyyətini ətraf ölkələrə yayan hökmdar idi. Yəni praktika hakimiyyətini yayan hökmdar idi. Eyni zamanda Məhəmməd Cahan Pəhləvan 1175-də paytaxtı köçürüb Həmədan şəhərinə öz adına pullar kəsdirib. Pullar eyni zamanda Şəmsəddin Eldənizin dövründə də var. Ordu, 50 minlik nizami ordu. Bunda da var 50 minlik süvari ordu və pul kəsdirməsi öz adına. Eyni zamanda gürcülərlə mübarizə aparıb, uğurlu, yəni mübarizələr aparıb gürcülərlə. Bir də bunun dövründə həmin bu 1175-də elə Həmədanı, paytaxtı Həmədana köçürəndən sonra Axsunqurilərin əlindən Təbriz şəhərini alır. Axsunqurilərdən Təbriz şəhərini aldı. Bayaq biz dedik ki, Rəvvadilər süquta uğrayandan sonra onların ərazisində yeganə sülalə qalmışdı Axsunqurilər. Rəvvadilərin də paytaxtı haraydı? Təbriz. Yəni Təbriz Axsunqurilərin əlində idi. Amma 1175-də Təbriz Axsunqurilərin əlindən alınır. Kim tərəfindən? Məhəmməd Cahan Pəhləvan tərəfindən. Və Təbriz, iqamətgahı Təbriz olan Azərbaycan və Aran ərazisini verir qardaşı Arslana, yəni həmin bu Qızıl Arslana və Qızıl Arslanı öz oğlu Əbubəkirin Atabəyi təyin edir. Yəni Qızıl Arslan Əbubəkirin Atabəyi idi. Atabəy demişkən Şəmsəddin Eldənizin dövründə bayaq qeyd eləmədim, 1160-cı ildə Böyük Atabəy titulu almışdı. Belə. Sonra Məhəmməd Cahan Pəhləvan özü də 3-cü Toğrulun Atabəyi idi. Yəni İraq Səlcuq Sultanı 3-cü Toğrulun Atabəyi idi. Sonra Məhəmməd Cahan Pəhləvandan sonra gəldi hakimiyyətə Qızıl Arslan. Qızıl Arslanın dövründə 1190-cı ildə o sonuncu həmin bu 3-cü Toğrulun 1176-1194-cü illərdə hakimiyyətdə olub. Sonuncu bu 3-cü Toğrulu məğlub eləyir Həmədan döyüşündə. Və onun nə ki mülkləri var idi, yəni Səlcuqların mülklərini əllərindən alıb paylayır öz yaxın əyanlarına. 1191-ci ildə
deməli, Abbasi xəlifəsi tərəfindən, yəni onun razılığı ilə Qızıl Arslana sultan titulu verilir. Qızıl Arslan Azərbaycan tarixində sultan titulunu qəbul etmiş ilk hökmdar idi. Amma ümumiyyətlə Türk dünyasında sultan titulu qəbul etmiş ilk hökmdar desək, o Sultan Mahmud Qəznəvidir. O da Abbasilər tərəfindən, yəni Abbasilər razılığı ilə əldə edilmişdi həmin sultan titulu. Bu da belə. Sonra 1191-də sultan titulunu qəbul elədi, amma 1191-də İraq Səlcuq əmirləri tərəfindən sui-qəsd nəticəsində öldürüldü. Bir də bayaq Şirvanşahlarda dediyimiz məsələ, yəni Şirvanşahların yenidən tabe edilməsi. Yəni 1-ci Axıstanın dövründə Şirvanşahlar həm Eldənizdən asılı vəziyyətə düşdü. Eldəniz öləndən sonra asılılıqdan çıxdılar, amma Qızıl Arslanın dövründə o yenidən Şamaxını tutaraq onları asılı vəziyyətə salmışdı. Qızıl Arslandan sonra hakimiyyətə gəldi Əbu Bəkir. Əbu Bəkirin dövründə nələr olmuşdu? Deməli, Əbu Bəkir, onun dövrü artıq feodal çəkişmələrinin, dövlətin tənəzzülünün başlanğıcı dövrüdür. Ümumiyyətlə, Əbu Bəkir və Özbək o qədər də Özbək ümumiyyətlə, yəni siyasi səriştəsi olmayan bir hökmdar idi. Əbu Bəkirin dövründə yeni nəsə uğurlar olub, Özbəyin dövründə ümumiyyətlə dövlət mübarizə meydanına çevrilir və daha sonra da onun dövründə də süqut edir. Deməli, Əbu Bəkirin dövründə nə baş verdi? 1194-cü ildə Xarəzmşah Təkəş yürüş elədi dövlətin ərazisinə və Xorasan, Rey və Həmədan şəhərlərini işğal etdi. Amma buna baxmayaraq 1197-ci ildə Əbu Bəkir yürüş eləyərək həmin əraziləri azad elədi. Yəni Həmədan uğrunda döyüşdə həmin bu Xarəzmşahları məğlub elədi və Həmədana öz qardaşı Özbəyi hakim təyin etdi. 1310-cu ildə isə son olaraq Gürcü və ermənilərlə mübarizə var. Gürcü və ermənilərlə mübarizə apardı. Və bu, yəni Gürcülərin ən dağıdıcı, ən ağır basqınlarından biri idi ölkə ərazisinə. Gürcülərlə ermənilərlə mübarizə apardı. Və 1210-cu ildə vəfat edir, ondan sonra gəlir hakimiyyətə Özbək. Özbək gələndən sonra dövlət Monqolların, Gürcülərin, Xarəzmşahların yürüşünə məruz qalır və elə sonda da Xarəzmşahlar tərəfindən, yəni Xarəzmşah Cəlaləddin tərəfindən 1225-ci ildə varlığına son qoyulur. Gürcülərlə mübarizə aparan Atabəy hökmdarları Eldəniz də aparıb, Məhəmməd Cahan Pəhləvan da aparıb, Əbu Bəkir də aparıb, Özbək də aparıb. Baxın, Gürcülərlə mübarizə hamısında var. Bir dənə Qızıl Arslandan başqa. Yəni Qızıl Arslan istisnadır. Gürcü ilə mübarizəsi yoxdur Qızıl Arslanın. Belə. Bu da oldu bizim Atabəylər dövlətimiz.